Vəhabilərə sual verirəm, cavab versinlər. Səhih Buxarıda belə bir hədis keçirir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurdu: "Yakunu 12 əmirən." 12 əmir olacaq ümmət üçün, yəni başçı, yəni rəhbər olacaq ümmət üçün. Və həmçinin Səhih Müslimdə də belə bir hədis keçir ki, "İnne hadal əmr la yanqadi hatta yamdiya fihi 12 xəlifətən." Bu əmr heç vaxt aradan getməyəcək ta ki 12 xəlifə xilafət etsin müsəlmanlara və bəzi hədislərdə də qiyamətə qədər bu xəlifələr xəlifə olub və müsəlmanlara rəhbərlik edirlər. Sualım indi isə Vəhabilərdən budur ki, bu 12 xəlifə və 12 əmir ki, burada keçir bu hədislərdə, ən önəmli və mötəbər kitablarınızda bu 12 nəfər, bu 12 xəlifə kimlərdir? Əgər desəz ki, bunlar müəyyən olmayıbdır, Allahın Rəsulu təyin etməyibdir, yanlış düşüncəyə yol vermişsiniz. Çünki Allahın Rəsulu təyin edir. Kulluhum min Qureyş. Hədisin axırlarında gəlir. Kulluhum min Qureyş. Hətta bəzi hədislərdə gəlir ki, Kulluhum min Bəni Haşim. Yəni Qureyşdəndir bu 12 nəfərin hamısı Qureyşdəndir və bəzi hədislərə görə Bəni Haşimdəndir. Əgər desəz ki, bu 12 xəlifə Raşid xəlifələrdəndir, yenə də səhvə yol vermişsiniz. Çünki Raşid xəlifələr Əhl-i Təsənnünün, Bəl-Cəmaənin əqidəsinə görə 5 nəfər və ya 6 nəfər olubdur. Əbu Bəkr, Ömər, Osman, Həzrət Əli əleyhissalam, İmam Həsən əleyhissalam və Muaviyə. Və bu da yenə də 12 nəfərlə düz gəlmir. Əgər desəz ki, bu 12 nəfər Bəni Ümeyyə hakimlərindəndir, yenə də səhvə yol vermişsiniz. Çünki Bəni Ümeyyənin hakimlərinin sayı 14 nəfər olub, nəinki 12 nəfər. Və ikincisi də budur ki, Bəni Ümeyyənin bütün hakimləri zalim və fasıq şəxslər olubdur. Sual verirəm, Allahın Rəsulu bəyəm ümməti bişarət verər ki, zalim hakim sizə, zalim xəlifə sizə hökmranlıq edəcək, rəhbər olacaq, bəyəm bunu Peyğəmbərimiz bəşarət verərmi? Və həmçinin bu bəhsdir ki, Yezid lənətullah əleyhinin bu çirkin əməlləri onu xilafətdən saqit edir. Bəni Üməyyəni saqit edir xilafətdən. Yezid ki, əyyaş və zinakar idi. Yezid ki, cəmaatın qadınlarına təcavüz edirdi Mədinədə, Məkkədə və Kəbəni yandıran şəxs oldu, Kəbəni daşlatdıran şəxs oldu. Bununla Əbrəhənin nə fərqi vardı? Bəs buradan məlum olur ki, nə Yezid, nə Bəni Üməyyənin heç bir hakimi ki, hamı bilir, bütün Sünni dünyası da bilir bunu, Şiə dünyası da bilir bunu, Bəni Üməyyənin hakimləri zalim və fasıq şəxslər olubdur. Və heç vaxtda da Allahın Rəsulu belə bir şəxsləri bişarət verməz ümmət üçün. Və həmçinin Qur'an-ı Kərimin ayəsinin qabağında dayanır bu, müqabilində dayanır. Qur'an-ı Kərimin ayələri ilə oxumur, uyğun gəlmir bu söz. Əgər Bəni Abbasın hakimlərini desəz ki, 12 xəlifə onlardandır, yenə də səhvə yol vermişsiniz. Çünki Bəni Abbasın hakimləri 1, 37 nəfər olubdur, nəinki 12 nəfər. 2, Bəni Abbasın hakimləri də eynən Bəni Ümeyyə kimi müsəlmanların qətlinə əmr eləyibdir, nə qədər zülmlər eləyiblər, fasıq bir şəxslər olurlar. Bu tarixdə həkk olunubdur bunların hamısı və heç vaxtda da Bəni Ümeyyənin hakimlərindən bu 12 xəlifəyə də sığışmaz. Qur'an-ı Kərimlə müqabildir, uyğun gəlmir. Çünki Qur'an-ı Kərimdə Nisa surəsində Allah Taala buyurur ki: "Ya eyyuhellezine amenu atiullaha və atiur rasulə və ulil emri minkum." Allah Taala buyurur: "Ey o kəslər ki iman gətirmisiniz, Allahdan itaat edin və onun rəsulundan itaat edin və ulul əmrdən, əmir sahibindən, yəni əmir sahiblərindən itaat edin." Allah Taala burada əmir sahiblərini gətiribdi, Peyğəmbərin, Rəsulun yanında qərar veribdi. V hərfi ilə orada ətf eləyibdi Peyğəmbərə ulul əmri. Yəni itaat edin Rəsuldan və ulul əmr və əmir sahiblərindən. Sizcə əmir sahibləri əgər zalim bir şəxs olsa, siz nəzərdə alın əgər Yeziddir, ulul əmr Yeziddir. Sizcə Allah Taala əmr edər ki, Yeziddən, ey müsəlmanlar, ey möminlər, Yeziddən təbəyyət edin, əyyaşdan, zinakardan təbəyyət edin, o kəsin mənim evimi daşlatdırır, yandırır, ondan təbəyyət edin. Belə bir şey ola bilməz heç vaxtda. Vəhabilər özlərinə çarə qılsınlar, ağıl tapın özünüzə. Bu haqda düşünün.